Yenə də mən gəlmişəm sevdiyim məkanlardan birinə. Bu günləri özdə elə qəşəng bir şeylər danışmışıq, bir proyektlər hazırlayırıq Allahın köməyi ilə. Yaxında sizlərlə bölüşəcəm. Yenə də mənə nəsə orada kəsir. Çox sağ olun. Əliniz qolunuz var olsun. İzləyicilərimlə bölüşmək istəyirəm ki, yaxında bilirsiniz ki, Turgut Travel'dan Dohaya səyahət elədik. İnşallah çox gözəl səyahətlər bizi gözləyir. Artıq həyat arkadaşımla və komandamızla bir yerdə. Tək Allahın rızası ilə. Qoymur da bizi bekar qalır. Deməli, bəzi izləyicilər deyir ki, influencerlar ancaq reklama görə işləyir. Birincisi, biz öz dostlarımızdan işləyirik. Amma ən əsas da bu uğurlar hərəsi bir operatorun, yəni bunun içində Qazaxıstan şirkətləri, Türk şirkətləri, hamısının bunlar birincilikləridir. Məsələn, ilk olaraq 2023-cü ildə Azərbaycandan ən çox Türkiyəyə turist yollayan şirkət oldu. Azərbaycanın birinci operatoru olan Savaturda Azərbaycan birincisi oldu. Pansan operatoru var, Qazaxıstan operatorudur. Bunun